Mən başımı buraxmışam buraya. Öncə vegetarianlığın təbliğatı, sonra da bitki mənşəli zülallar. Çox məntiqlidir əslində. Yəni işə mən kapitalist gözündən baxsam, mən alqışlayıram bu addımı. Amma gələk orqanizmin istifadə baxımından, dediyim məsələ baxımından. Bizim orqanizm, yenə deyirəm, vahid bir sistemdir. Ayrı-ayrılıqda doğru bildiyimiz maddələr ki var, birləşdirəndə doğru olmuyor və yaxud ayrı-ayrılıqda yanlış olan bir şeylər kompleks şəkildə ələ alındıqda bədənimiz tərəfindən doğru qəbul oluna bilir. Bizim bədənimizin normal sağlıqlı dediyimiz o Qafqaz coğrafiyasına misal götürərək, biz bu coğrafiyada yaşayan insanların normal sağlıqlı həyatını davam etdirə bilməsi üçün həm bitki mənşəli, həm heyvan mənşəli zülalların kompleks şəkildə qəbulu daha məqsəd uyğundur. Çünki dediyim kimi bitki mənşəli zülallarda olan bəzi ümumiyyətlə əvəz olunmayan amin turşuları da burada biraz mövzu o qədər geniş. Əslində bu məsələ vaxt belə çatmaya bilər də. Mən maksimum qısa izah etməyə çalışıram. Yəni bizim bədənimizdə amin turşusu əsas zülallardan ibarətdir. 20 əsas amin turşuları var. Bunların əvəz olunmayan dediyimiz hissələri var ki, onlar bəzən heyvan mənşəli zülallardadır. Ona görə onları biz nə qədər bitki mənşəli zülallar tonlarla qəbul etsək belə, biz yenə heyvan mənşəli zülallara möhtacıq belə deyək. Ona görə bunlar kompleks şəkildə qəbul olunmağı daha tövsiyə olunur.